biz robot kimi ancaq variant işarələməyi, ancaq əskər kimi sanki belə, hə, bu qədər sual öyrənməliyəm, bu kitabın bu qədər vərəqini əzbərləməliyəm, mən bu fənni daha yaxşı bilməliyəm, bu. Mental ortada qalmaz ki, biraz bunun emosional tərəfinə gəlin baxaq. Sən bugün o kitabları oxumasan, sən bugün səbirli olub o materialın üzərində lazımi qədər öyrənənə qədər qalmasan, sən əslində gələcəyindən aparmış olursan. Baxın, qəbul etməliyik ki, bizim çatmaq istədiyimiz yerlər, bizim gedəcəyimiz məkanlar bizdən bəzi zəruri yolları keçməyimizi tələb edəcək. Dadını çıxaracaqsınız. Vaxtı gələndə o fənləri oxuyanda keçirdiyiniz sıxıntılar yerini sevdiyiniz işin materiallarını öyrənməyə keçirəcək, yəni. Fənləri özümə sevdirdim. Dedim ki, bu fənlər bugün sənin üçün adi fən olmamalıdır. Sənin gələcəkdəki ixtisasının təməlləridir. Sən daşla bir yığırsan özün üçün, gələcəyini qurursan və yaxud da belə yoluvu-cığırıvı çəkirsən və sən bunların hamısı müvəqqəti, keçicidir, sevə-sevə oxu, dadını çıxarda oxu. Qrafik yaradın özünüzə. Artıq indidən o iş vibe'ına keçin, indidən o xəyalınızın içində imiş kimi davranın. Bir də olmaq istədiyiniz insan modeli nədirsə ki, hal-hazırda potensialınızı istifadə etmirsinizsə, biraz tənbəllik var da. O insan nə edərdi? Bu dəqiqə nə etməlidir? Siz o insan kimi davranın. Kimi davranmaq əslində o insan olmaqdır.